Salam əziz dostlar. Çoxlu pol çəkilən mənzillərdə, otaqlarda sistemin düzgün çəkilməsindən əlavə də çox böyük bir rol styaşkanın üstünə düşür. Yəni aydın məsələdir ki, çoxlu pol düzgün yığılmasa yaxşı effekt olmayacaq mənzildə də. Yəni ya çox isti olacaq, quru hava olacaq, nəfəs almaq olmayacaq, ya nabarot azlıq eləyəcək. Mən görmüşəm belə, o cürə mənzilləri də görmüşəm. Tərsinə də görmüşəm ki, çoxlu pol çəkilib, amma çatdıra bilmir kombi, yəni qızdıra bilmir mənzili, abratka çox soyuq gəlir. Yəni çoxlu pol ümumiyyətlə düzgün çəkilməlidir. O temanı mən bugün araşdırmaq istəmirəm. Mən styaşka haqqında bugün söhbət eləmək istəyirəm. Yəni tutaq ki, çoxlu pol düz çəkilib. Yəni qaydalarla çəkilib və çoxlu polun çəkilməsində heç bir problem yoxdur. Ancaq styaşkadan da çox şey asılıdır. Yəni evin temperaturu, evin polun yaxşı yapışmağı, yəni əgər parketlərdən, yeni parketlərdən olacaqsa, məsələn, orada 28 dərəcədən çox isti olmamalıdır. Ya elə yer var ki, məsələn, keramogranitdə vurulan yerdə atır, yəni qopur, çox isti olanda. Yəni belə deyək ki, styaşka bugün deyəcəm sizə, başa salacağam ki, styaşka düzgün necə vurulmalıdır. Əlbəttə ki, gəlin belə bir şey deyək ki, birinci növbədə nədən danışaq? Yəni styaşkanın ümumiyyətlə düzlüyündən söhbət getməyəcək. Yəni styaşka düz olmalıdır. O heç onu qoyaq qırağa. Amma keyfiyyətindən gedəcək söhbət bugün. Yəni tutaq ki, vuran usta düz çəkirsə onu, ancaq onun fəhləsi, palçığı yaxşı qatmırsa, onda styaşka nə qədər usta ideal olsa da, düz vursa da, styaşkanı çəksə də yenə də problem olacaq. Nədən? Birincisi, yaxşı qarışmalıdır styaşka. Yəni bu bir. İkincisi, styaşka qəti şəkildə çox sulu olmamalıdır. Mən dəfələrlə görmüşəm ki, məsələn, usta burada işləyir, styaşkanı çəkir, bunun böyründə də tutaq ki, fəhlə özünə yer düzəldib, böyük bir palçıq qatıb və fəhlənin əlbəttə ki, xeyri nədir ki, styaşka çox sulu olsun. Niyə? Çünki onu qatmaq asaddır. Qatı styaşkanı fəhlə lapatka ilə qarışdıra bilmir. Onu qarışdıra bilmir deyəndə qarışdırmaq çətindir. Ona görə də o suyunu biraz çox əlavə eləyir ki, tez qarışsın və versin ustaya. Nə baş verir onda? Su çox olan styaşkada, ümumiyyətlə bu şeydə yazılıb, betonda, styaşkada su çox olmalı deyil. Nə qədər su yəni öz normasından artıq olanda betonun və styaşkanın keyfiyyəti düşür aşağı. Və nələr baş verir? Usta bu profillə styaşkanı çəkəndən sonra, düppədüz eləyəndən sonra styaşkanın üstündə çoxlu başlayır su yaranmağa. Əməlli başlı belə deyək ki, 2-3 mm su yığılır. Və neçə saat o qalır. Bütün sement, orada styaşkada olan sement başlayır üzə çıxmağa. Həmən o 2-3 mm ki su var, o ən çox, elə bir ki, sementi çox götürür özünə də. Styaşkada sement azalır, yuxarı çıxır və 2-3 mm Rus dilində malaçko sementlə malaçko deyirlər. Başlayır qabıq yaranmağa, belə deyək də. Evet. Və ondan sonra nə baş verir? Həmən styaşka, çox sulu olan styaşka quruyandan sonra
Həmin o 2-3 millimetri mən görmüşəm öz gözümlə, yəni yoxlamışam. Dırnaqla, adi dırnaqla qaşınır. Qaşınır 2-3 millimetr dərin, yəni dırnaq dərinə girir. O deməkdir ki, o styaşkanın üstü, içi nə olur olsun fərqi yoxdur. Üstü ucu keyfiyyətli deyil. Üstü keyfiyyətli olmayandan sonra o deməkdir ki, onun üstünə yapışan parket kleyinə tez ata bilər, tez qopa bilər. O styaşka düzdür, yarı-yarıya laminata, məsələn də laminatı qoydunuz üstünə, laminat o styaşkaya bərkinmir axı, heç cürə. Amma keramogranit vurulanda və parket vurulanda onda oje problemlər baş verir. Ona görə də styaşkaya su normada qatılmalıdır. Elə qatılmalıdır ki, palçıq sulu, çox sulu olmasın da, yəni tökülməsin də belə öz başına da belə deyək. Və görə bilərsiniz ki, burada görürsünüz çəkiləndən sonra qatı bir şey yaranıb burada. Amma bu sulu olsaydı yayılacaqdı buralara çoxlu. Və görürsünüz styaşkanın üstündə, yəni profilinə çəkiləndən sonra lujada, yəni su yaranmır. O deməkdir ki, styaşkanın öz tökəndə, yəni palçıqda su normadadır. Və bəli, mən palçığı zames eləyib qayıtmıram. Mən boçkada qatıram palçığı, mikserinə qatıram. Yəni mikserdə məndə yaxşıdır, ucuz mikserlərdən deyil. Deməli 200 litrlik boçkadan 1/3 hissəsini kəsirəm və bu elə bir ki mikserin hündürlüyü qədər olur, qalır da. Evet. Və başlayıram qatmağa. Birinci su tökmək lazımdır. Ondan sonra dabavka yavaş-yavaş dabavka eləmək lazımdır. Atsep və qum da qatıram mən. Deməli mən iri atsep aldıram da həmişə. Qumlu yox, qarışıq yox. İri atsep alıram və ayrıcana qum alıram. Atsep əlbəttə ki qumdan çoxdur. Hardasa belə deyək ki, bu boçkaya təxmini 9 meşok şey gedir, kisə. Belə də belə kisələrdən gedir. Onun 3'ü qum olur, 6'sı atsep olur. Su da lazım olan qədər qatıram da. Evet. Və mikserinə qatışdırıram. Onu. Bir dəqiqə əlimdə telefon var. Onu bir dənə qatışdırım, sizə göstərəcəm ki, yəni görürsüz, bax, qalxıb da, yəni bu görürsüz, palçığın içində su azdır. Çox olsaydı bu dəqiqə bu atsep burada olmayacaqdı. Baxın belə dostlar. Və əlbəttə ki, ölçüdən də danışmaq olar. İndi bir şey qeyd eləmək lazımdır ki, yəni baxın, bunun altında penoplast, fariqa, çoplu pol. Çoplu polun borunun üstündən təxmini 5 cm styaşka, hündürlüyündə styaşka tökülür burada. Ən azı. Burada məndə elə planlaşdırmışam ki, 5 cm-də. Məsləhət verərdim ki, 4-dən aşağı eləməyəsiniz. Yəni, təmiz borunun üstündən styaşkanın üst hissəsinə qədər 4 cm-dən aşağı olmasın. Əgər olsa, yəni styaşkanın qalınlığı azaldıqca zebra effekti başlayır verməyə çoplu pol. Yəni, siz ayağınızı qoyanda yerə hiss eləyəcəksiniz ki, bura istidir, bu boyda hissə istidir, bu tərəf biraz soyuqdur, sərindir. Yəni, onu 100% hiss eləyəcəksiniz. Nə qədər ki, styaşka azdır. Və böyük bir dənə də problem var ki, əgər indi məndə belə deyək ki, mən 35-dən yuxarı verməyəcəm burada.
Bu həm kondensasion kotel olacaq burada, həm termostat sistemi olacaq burada. Yəni, çox adam onu qoşmur da. Adi bir dənə çox bol qoşur və radiator xəttlərinə bağlayır gedir. Məsələn də. Evet. Elə olanda və styaşka az olanda keramogranit vurulursa üstünə, həmən yerə. Keramogranit çox güman ki ata bilər. Çünki çox qızma verir və həmin mata olan yerin elbiki qopur. Ona görə də styaşkanı az verməyin. Çoxunu da deyim ki, yəni çox özünüzə ziyandır. Yəni, məsələn, soruşan olsa, ola bilər ki, məsələn, bəs nə qədər maksimum vermək olar da? Evet. Belə deyək ki, 5 cm tamam bəs eləyir ki, eyni qaydada bu styaşka qızsın da. Evet. Siz 5-dən artıq vuranda özünüzə həm əziyyət çox alır, yəni palçıq çox qaltılır, siz çox palçıq vurursunuz və materialdan da minus gedir eviyyəsində. Əlbəttə ki, material çox istifadə olunur və bir dənə şey var ki, yəni yer qalxır. Yer qalxır və mənzilin hündürlüyü balacalaşır. O lazımsız şeylərdir də. Yəni 5 cm-dən də lap olsun 6 cm maksimum, ondan artıq vurmağın heç bir mənası yoxdur. Yəni ziyanı gedirsiniz başdan ayağa. Baxın belə. Əgər video xoşunuza gəldisə, mütləq like yerləşdirməyi unutmayın. Sağ olun, salamat qalın.